Kapitalın yoxdur, narahat olma. Sən tək deyilsən. Amma bu o demək deyil ki, arzularını sonraya saxlamalısan. Bu gün səninlə biraz pul yoxlama ideya var rejimdə danışacağıq. Yəni klassik startap romantikasından yox, real həyatdan söhbət gedəcək. O həyatdan ki, orada maaşdan maaşa yaşayırıq, kredit kartının çoxdan səbir kasası dolub və dostlardan borc istəmək utanırıq. Bəs belə bir vəziyyətdə necə başlaya bilərik? Salam dostlar, bugün sizə kapital olmadan necə başlamaq olar sualının gerçək, işlək və filtrəcə cavablarını verəcəm. Yəni get investor tap məhsul hazırla kimi klassik cümlələr yox, həqiqi misallar, ağıllı yanaşmalar və biraz da qürurlu kasıbçılıqla necə irəliləmək olar, bax bu haqda danışacağıq. İndi gəlin bir etirafla başlayaq. Kapitalın olmaması bir bəhanədir. Hə, düzdür, bəhanədir. Əslində çox vaxt pul yox, cəsarət çatışmır. Yəni biz bəzən fikirləşirik ki, əgər mənim 10.000 manatım olsaydım, elə bir biznes kurardım ki, amma 10.000 manat gəlsə belə, yəqin ki, biz o pulu əlimizdə saxlayıb başlamayacağıq. Çünki məsələ pulda deyil, məsələ başlamaqda, cəhd eləməkdə və özünə inanmaqdadır. İndi isə keçək real variantlara. Pul yoxdur, amma sən nə edə bilərsən? Birincisi, xidmət göstər, məhsul istehsal etmə. Ən sadə yol budur, xidmət göstər. Məsələn, bir dənə də məhsul almadan pul qazana biləcəyin onlarla xidmət var. Tərcümə, qrafik dizayn, SMM, dərs vermə, onlayn konsultasiya, hətta mənasız səslənsə də CV yazmaq xidməti belə indi insanlar üçün real bir ehtiyacdır. Bax, bu xidmətlərin 99%-i səndən cəmi bir şey tələb edir. Bacarıq. Və o bacarığı əldə etmək üçün kapital yox, vaxt lazımdır. Gündə 2 saat YouTube-da otur, Udemy-dən kursa bax, pulsuz praktika elə. Bir neçə ay konkret xidmət göstərə biləcək səviyyəyə gələ bilərsən. Bu qədər sadə. İkincisi, resursları paylaş. Özündə olmayanı başqasından al. Özünün pulu yoxdursa, bəlkə də kimsə sənin ideyana pul qoymaq istəyə bilər. Amma bu dəfə investor kimi yox, tərəfdaş kimi. Məsələn, sənin ideyan var, amma kameran yoxdur. Gedib bir videoqraf dostlar. Deyirsən dizayn bacarmırsan, bəlkə dizaynçı tanışın var, amma onun da müştərisi yoxdur. Buyurun, səylərinizi birləşdirin. Ən güclü başlanğıcların çoxu belə olur. Biri ideya gətirir, digəri resurs. Biri vuruşur, digəri dəstək olur. Yəni kapitalı olmayanlar mən tək heç nə edə bilmərəm düşüncəsindən çıxmalıdır. Sənin ətrafında bacarıqlı, amma hələ də oturduğu yerdə nə vaxtsa nəsə edərəm deyən adamlar çoxdur. Tap onları, öz orbitinə çək. Birlikdə parlaq ideyanızı ortaya çıxarın. Üçüncüsü, mövcud platformalardan istifadə elə. 2025-ci ildə yaşayırsansa, bu qədər pulsuz platforma içində mən heç nə edə bilmirəm demək biraz günahdır. Etsy, Instagram, TikTok, YouTube, Substack, Gumroad, Fiverr, Upwork, bunlar hamısı pulsuzdur. Heç olmasa sənin ilk müştərini tapmağa ya da ideyana maraq olub olmadığını ölçməyə yarayır. Məsələn, əl işlər bacarırsansa Etsy-də sat. Yazı yazmağı sevirsənsə Substack-da blog aç. Konsultasiya edə bilirsənsə Fiverr-da profil aç. Bu platformalar sizlər üçün o qədər əlverişlidir ki, biraz səy göstərin. Orada ilk müştərini tapana dək sənə kimsə kapital hardadır sualını verməyəcək. Dördüncüsü, minimumla test et, yəni prototip yarat. Mükəmməlliyetçiliyə qaçma. Sənə bahalı veb-sayt, bahalı logo, vizitka və s. lazım deyil. Sənə sadəcə bir test versiyası lazımdır. Yəni minimal işlək məhsul, ingiliscə desək, minimum viable product. Qısaca MVP. Deyək ki, sən bir kurs yaratmaq istəyirsən. Bir Zoom görüşlə başla, 10 nəfərlə test elə. Sən dizayn məhsulları satmaq istəyirsən? Yaxşı, onda 3 nümunə düzəlt və Instagramda paylaş. Maraqlandılarmı? Bax, bu əsas sualdır. Kapitalın olmaması bəzən bizə elə gözəl minimalist edir ki, biz istəmədən doğru yola giyirik. Çünki az resursla başladığımız üçün daha ağıllı fikirləşirik, daha fokuslu oluruq, daha çox dinləyirik. Sonda kapital ya bəhanə. Əziz dost, bu videonu bura qədər izləmisənsə, deməli səndə artıq o başlamaq istəyi var. Kapitalın olmaması isə sadəcə bir çətinlikdir, bir divar deyil. Unutma ki, çox böyük brendlər, nəhəng sahibkarlar da bəzən mətbəxdə başlayıb, qarajda iş qurub, yataq otağında iş sifarişi qəbul edir. Sənin də mətbəx mebelinin küncündə ya da telefonun qeyd dəftərində böyük bir ideya yatır. Sadəcə bir başla deməyinə baxır. Pul olmayanda da başlama olur. Bəzən pul olanda heç başlamaq olmur. Çünki pul insanda tənbəllik yaradır. Amma çarəsizlik sənə elə kreativlik verir ki, istəsən də o kreativliyi pulla ala bilməzsən. Ona görə bu videonu bağlayanda özünə bir sual ver. Mən başlamağa pul gözləyirəm, yoxsa başlamamaq üçün bəhanə axtarıram? Və cavabın artıq başlayıram olacaqsa, deməli sən artıq kapitaldan daha dəyərlisən.
Uğurlar dostum. Əsas odur ki, başla.